Əhlüsünnə ittifaq edib ki, dəlillər bunu göstərir ki, namazda əllər bağlanmalıdır. Bismillahirrahmanirrahim və bihi nəstəin və huvəl muvaffiqu vəl mu'in. Deməli bu şəxs deyir ki, dəlillər onu göstərir ki, insan əli bağlı namaz qılmalıdır. İndi diqqət eləyin. Əl-fiqhu aləl məzəhibil ərbəəti. Deməli, 4 məzhəblər əsasında fiqh kitabı var. 1-ci cilddə, səhifə 227-də. Vəd'ul yədil yumna aləl yusrat bəhsin adı budur ki, deməli, sağ əli sol əlin üstünə qoymaq. Yusənnu vəd'ul yədil yumna aləl yusra təhtə surratihi əv fəvqihə. Deyir ki, sağ əli sol əlin üstünə qoymaq, deyir ki, sünnədir. Və huvə sünnətun bittifəqi thələtətin minəl əimmə. Bu, deməli, 3 məzhəbin fiqhi əsasında deyir ki, ittifaqı deyir. Yəni, 3 məzhəb bunu sünnə olduğunu deyir. Və qaləl malikiyyətu innəhu məndubun. Malikilər isə deyir ki, xeyr, bu məndub bir əməldir. Yəni, bəyənilmiş bir əməldir, müstəhəb bir əməldir. Diqqət eləyin. Əl-Müdəvvənətul Kubra li İmam Dəril Hicrəti Əl-İmam Malik ibn Ənəs Əl-Əsbəhi. Əl-Müdəvvənətul Kubra adında kitabdır. İmam Malik ibn Ənəs Əl-Əsbəhinindir. Əl-Cüz'ül əvvəl 1-ci cilddə, səhifə 74-də yazır ki, və qalə Malik fi vəd'il yumna ələl-yusra fis-salati. Qalə لا أعرف ذلك في الفريضة ولكن في النوافل إذا طال القيام فلا بأس بذلك yu'inu bihi ala nefsihi. Namazda sağ əli sol əlin üstə qoymaq barədə Malik belə deyir ki, mən bunu vacib namazlarda qəbul eləmirəm. Yəni vacib fərizə olan namazlar ki var, bu namazlarda mən qəbul eləmirəm ki, insan əlini əlin üstünə qoyub namaz qılsın. Ancaq müstəhəb namazlarda isə, nafilə namazlarında, müstəhəb namazlarında deyir bu işqalı yoxdur, eybi yoxdur. Olar. Özdə deyir ki, yu'inu bihi ala nefsihi. Yəni özünə kömək eləsin. Məsələn, tutaq ki, çox ayaq üstə dayandı, qarnı ağrıdı, deyir, eləyə bilər 2:50, demək qarnını tutsun. Bu da nəinki bir müstəhəb bir əməl olmaq üçün. Xeyr. Öz qarnını tutmaq üçün, özünə kömək eləmək üçün, demək özünə bir qüvvə toplamaq üçün eləyə bilər, əlini nə eləsin, sağ əlini sol əlinin üstünə qoysun. Deməli, bu ki deyir ki, ittifaqidir ki, deməli, əli əlin üstünə qoymaq lazımdır namazda, əli bağlı namaz qılmaq lazımdır, bu ən böyük yalandır. İndi bunun ikinci yalanına baxın. Namazda əllərin açıq olmasına dair heç bir hədis yoxdur. Nə Əhlüsünnə kitablarında, nə Rafizlərin kitablarında heç bir hədis yoxdur. Bu da ikinci yalandır. Diqqət eləyin. Gəlin Şiə kitablarına baxaq. Vəsail-i Şiə kitabında 7-ci cilddə, səhifə 265-də bir bölmə var. Babu ədəm civəzi təkfir. Deyir, bir bölmənin adı budur ki, təkfir caiz deyil. Və huvə vəd'u əhdəl yədeyni aləl-uxra fis-salat. Təkfir nədir? Deyir, namazda bir əli başqa ikinci o bir əlin üstünə qoymaq. Buna təkfir deyirlər. Hədis gətirib. Ən Zürarə, ən Əbi Cəfər əleyhissalam. Zürarə İmam Sadiq əleyhissalamdan nəql edir. Və la tukaffir fə innəmə yəf'alu zəlikəl məcus. Deyir ki, İmam Sadiq əleyhissalam buyurdu ki, namazda təkfir eləmə, yəni əlbağlı namaz qılma. Nə üçün? Deyir, çünki bu məcusilərin işidir. Həriz İmam Baqir əleyhissalamdan nəql eləyir. Və la tukaffir. İmam Baqir əleyhissalam buyurdu ki, və la tukaffir. Əlbağlı namaz qılma. İnnəmə yəsna'u zəlikəl məcus. Deyir, çünki bunu kimlər görür? Məcusilər. Baxın, bu Vəsail-i Şiə kitabında, yəni biz başqa kitablardan da, mötəbər kitablardan, mötəbər hədislərdən dəlil gətirə bilərdik. Bu hədislərə kifayətlənirik. Əhl-i-sünnə nəyə əsasən əlbağlı namaz qılır? Bunların ən mötəbər, ən düzgün dəlilləri Səhih Buxaridə gəlmişdir ki, o da hədis deyil. Diqqət eləyin. Səhih Buxaridə Sifatus Salat, namazın sifəti, xüsusiyyətləri kitabında. Babu vəd'il yumna aləl yusra. Deməli, namazda sağ əli sol əlin üstünə qoymaq bölməsi var. Bu bölmədə hədis nömrəsi 707. Səhih Buxari, hədis nömrəsi 707. Gedib baxa bilərlər. Ən Səhl ibn Səd, Səhl ibn Səd belə deyir. Qalə, kənən nasu yu'maruna ən yəd'ar rəculu
əl-yədəl yumnə alə zira'ihil yusra fis-salat. Səhl ibn Səd deyir ki, insanlar əmr olunurdular ki, namazda sağ əllərini sol əllərinin üstünə qoysunlar, özdə dirsəyə qədər. Yəni sağ əl getsin sol əlin dirsəyinə yapışsın, sol əldə getsin sağ əlin dirsəyinə yapışsın. Diqqət eləyin. Qalə Əbu Hazim la a'lamuhu illə yənmi zəlikə ilən-nəbi. Əbu Hazim deyir ki, mənim zənnimcə bunu Peyğəmbərə nisbət verir. Axı orada demədi ki, Peyğəmbər buyurub. Dedi ki, kənən-nəsu yu'marun. Yəni insanlar əmr olunurdular. Kim əmr eləyirdi? Kim insanlara əmr eləyirdi? Əgər Peyğəmbərdən olsaydı, deyərdi ki, Peyğəmbər belə buyurmuşdur. Qalə İsmail. İsmail deyir, yunmə zəlikə və ləm yəqul yənmi. Deyir ki, bu ehtimal verilir. İsmail deyir ki, bu ehtimal verilir. Yəni Əbu Hazim özü də bunu Peyğəmbərə nisbət vermir. Bu ehtimal verilir ki, deməli, ola bilsin əmr eləyən kim olsun? İnsanları bu işə əmr eləyən Peyğəmbər olsun. Deməli, əhl-i sünnə, vəhhabilər əlbağlı namaz qılmaqda ən mötəbər hədisləri budur ki, Səhih Buxaridə gəlib ki, bu da ki, hədis deyil. İkinci bir tərəfdən, bu ki, gəldi, dedi ki, nə Şiə kitabında, nə Sünni kitablarında bir dənə səhih hədis yoxdur ki, əli açıq namaz qılmağa əmr eləsin. Bu, ən böyük yalandır və dəlil qarşısında aciz qalmağın nişanıdır. Şiə öz fikri hökmlərini İmam Sadiq və İmam Baqir əleyhissalamdan götürmüşdür ki, onlar da Peyğəmbərdən nəql eləmişlər və əli açıq namaz qılmaq barədə çoxlu hədislərimiz var, səhih hədislərimiz var ki, imamlarımız buyurmuşdur ki, əli bağlı namaz qılmayın.